Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq assın. Sual belə idi ki, yaşayış məntəqəsində qırmızı rəngli avtomobilin sürücüsü göstərilən yerlərin hansında dayana bilər? Düzgün cavab verən, savadlı sürücüləri, dayanmaqla durmağın fərqini bilən, yol nişanlarını tanıyan sürücüləri təbrik edirəm. Bəli, C və B yerində dayana bilər. Biz isə hər zamanki kimi şəkili detallı incələyək. Şəkildə nə görürük? 2 yol nişanı görürük. 3.27 nişanı dayanma ilə durmanı qadağan edir və bu nişanın qüvvəsi, qadağası, məhdudiyyəti yalnız quraşdırıldığı tərəfə, başqa sözlə desək, yalnız sağ tərəfdə dayanıb durmanı qadağan edir. Aşağıdakı yol nişanı isə bu yol sahəsinin bir tərəfli yol olduğunu bildirir və savadlı sürücü başa düşür ki, bir tərəfli yolun sağında da, solunda da minik avtomobili dayana bilər. Sadəcə bu şəkildə A-da dayana bilmirik, yuxarıdakı qadağan nişanına görə. Və C ilə yanaşı B yerində də dayana bilər. Belə ki, bir tərəfli yol sahəsində azca geriyə hərəkət etmək olar. Geriyə hərəkət edərək B yerində də dayana bilər. Sağ olun, sizinlə Mərzə Məmmədov idi.